su orucu deyilən bir oruc var. Artıq dünyada məşhurdur. Mən sizin fikirlərinizi öyrənmək istəyirdik ki, bu insan orqanizminə necə təsir edir? Yəni mən tərəfdarı deyiləm uzun müddət. Ara sıra etmək olar, amma uzun müddət, yəni günlərlə ancaq su içmək, orqanizmin ehtiyacı olan makro və mikro elementləri verməmək doğru deyil. Çünki bu zaman itirdiyiniz də əzələ kütləsi olur ki, bizim üçün, insan üçün ən təhlükəli məsələ əzələ kütləsinin itirilməsidir ki, son illərdə də bu sarkopeniya mövzusunda, hətta misal üçün bu Ozempik iynələrindən sonra da görürsünüz ki, insanlar belə arıqlayıb, amma belə xəstə kimi arıqlayıb. Üzülüb daha doğrusu. Bəli, çünki əzələ itkisidir. Piy getmir, Bəli, piy əsas. getmir, əzələ kütləsi itirilir. Uzun müddət ancaq su içdiyiniz zamanda orqanizmin ehtiyacı olan makro, mikronutriyentləri vermirsiniz ona. Karbohidratlardır, proteinlərdir, yağlardır, vitaminlərdir, minerallardır. Yəni buna görə də orqanizm çox ciddi bir stres yaşayır. Bu da arzu olunan deyil və ola bilər ara sıra bir gün ancaq su içərsiniz gün ərzində, axşama həfif yüngül bir yemək yersiniz. Amma günlərlə ancaq su içmək bu doğru deyil. Vitamin defisiti yararsın. Mineral defisiti yaranır və siz girirsiniz malnutrisyona və vitamin mineral defisitinə bağlı olaraq da gələcəkdə başqa problemlər yaşaya bilərsiniz. İndi siz deyək ki, bəysiniz. Amma bunu deyək ki, qan azlığı olan bir xanım etsə, çox ciddi bir problemlər yaşayacaq.